Salam uşaqlar. Bu günləri 3-cü sinif riyaziyyat dərsliyinin iş dəftəri səhifə 31-i həll edirik. Vurma və bölmənin digər üsulları. Vurmanın çıxmaya görə paylama xassəsindən istifadə etməklə misalları həll et. Mötərizənin içərisində 30 çıxılsın 5 yazılıb, mötərizədən kənarda 6-ya vurulub. Paylama xassəsindən istifadə edirik. 6-nı vururuq 30-a. 6 vurulsun 30, çıxılsın 6 vurulsun 5. 6-nı 30-a vururam 180 edir. 6-nı vururam 5-ə 30 edir. 180 çıxılsın 30, 150. 8-i vururam 100-ə 800 edir. 8-i 5-ə vururam 8 olsun 5. 8'i vururam 100'ə 800, çıxılsın 8 5'in 40. 800'dən də 40'ı çıxıram, eləyir 760. 150'ni 4'ə vururam. Mən artıq birbaşa yazıram. Siz istəsəz açıq şəkildə də yaza bilərsiniz. 150'ni 4'ə vururam, edir 600, çıxılsın. 25'i 4'ə vururam 100 edir. 600 çıxılsın 100, cavab 500 edir. 30'u 4'ə vururam 120 edir. 120 çıxılsın 2'ni 4'ə vururam 8 edir. 120'dən 8 çıxıram 112 edir. Bunu açıq şəkildə yazıram. Yenə 5'i vururam 40'a. Çıxılsın 5'i vururam 2'yə. 5'i 4'ə vuranda 200 edir. Çıxılsın 5 vurulsun 2, 10. 200 çıxılsın 10, 190 edir. 3'ü vururam 200'ə. 600 edir. Çıxılsın 3'ü vururam 10'a 30 edir. 600'dən də 30'u çıxıram 570. Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi şəklində yazmaqla hasili tap. 74 vurulsun 5 yazılıb. 74'ü mən iki ədədin cəmi kimi yazıram. 70 üstə gəlinsin 4 vurulsun 5 bərabərdir. 70'i əvvəlcə 5'ə vururam. 70 vurulsun 5 üstə gəlinsin 4'ü vururam 5'ə. 70'i 5'ə vururam 350 edir. Üzərinə gəlirəm 4'ü 5'ə vururam 20. 350 üstə gəlsin 20, 370. 28'i 20 üstə gəl 8 kimi yazıram, vururam 7'yə. İndi isə 20'ni 7'yə vururam. Üzərinə gəlirəm 7'ni vururam 8'ə. 20'ni 7'yə vuranda 140 edir. Üstünə gəlsin 7 vurulsun 8, 56 edir. 140 üstə gəl 56, 196 edir. 296'nı da iki ədədin cəmi kimi göstərirəm. 200 üzərinə gəlinsin 96 vurulsun 3. 200'ü 3'ə vururam. Üzərinə gəlirəm 96 vurulsun 3. 200'ü 3'ə vururam 600 edir. Üzərinə gəlinsin 96'nı 3'ə vuranda 3 6'nın 18 8 yazıram 1 yadda. 3 9'un 27 o da 1 28. 600'ün üzərinə də 288 gəlirəm, eləyir 888. 108'i də iki ədədin cəmi kimi göstərirəm. 100 üzərinə gəlinsin 8 vurulsun 3 kimi. Əslində burada demişdi fərq şəklində də göstərin. Gəlin uşaqlar bunu fərq şəklində göstərək. Bunu çıxma edirəm. Bərabərdir. 100'ü vururam 3'ə 300 edir. Çıxılsın 8'i vururam 3'ə 24 edir.
Bunu mən birbaşa yazdım. Siz bu şəkildə də yaza bilərsiniz. 300-dən də 24-ü çıxıram. 300-dən də 24-ü çıxıram. 276. Keçirik 3-cü tapşırığa. Asan üsul seçməklə hasili tap. Uşaqlar, əgər bu misalda 0 varsa, onsuz da cavab 0 edəcək. Keçirik ikinciyə. 2 vurulsun 3, vurulsun 25, vurulsun 5. 2-ni birinci vururam. 5'e 10 edir. 10'u vururam 3'e 30 edir. 30'u da 25'e vururam. 25'i mesela 3'e vurağa 75. Yanına da bir 0 atıram. 750 edir. 2'ni vurağa əvvəlcə 5'e 10 edir. 10'u vururam 3'e 30 edir. 30'u da 7'ye vururam. 210 edir. 4'ü vururam 5'e 20 edir. 20'ni vururam 3'e 60 edir. 60'ı da vururam 6'ya 360 edir. Burada da 0 olduğu için olsa cevap 0 alınacaq. Burada da 0 alınacaq. İfadələrin qiymətini hesabla. 21 üzərinə gəlsin 7 bölünsün 7. 21'in üzərinə 7 gəlirəm 28 edir. 28'i də bölürəm 7'ye cavab 4 edir. 150'nin üstüne 15'e gəlirəm. 165 edir. 165'i də 5'e bölürəm. 15'i 5'e bölürəm. 3 dəfə edir. Buradan 1 qalmışdı. 15'i də 5'e bölürəm. Yenə 3 edir. Cavab 33 edir. Bunu açıq şəkildə də yaza bilərik. Yəni 160'ı 8'e bölərik əvvəlcə. 160'ı bölərəm 8'e çıxaram 24 bölünsün 8. 160'ı 8'e böləndə 20 edir. 24'ü də 8'e böləndə 3 edir. 20'dən 3'ü çıxıram 17 qalır. 200'ü 4'e bölürək əvvəlcə. 200 bölünsün 4 çıxılsın. 4'ü də 4'e bölürəm. 200'ü 4'e böləndə 50 edir. 4'ü də 4'e bölürəm 1 edir. 50'dən 1'i çıxıram 49. Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində yazmaqla qisməti tap. 84'ü iki ədədin cəmi şəklində yazaram. Məsələn 70 üstə gəlsin 14 kimi yazaram və bölərəm 7'yə. 70'i 7'ye bölərəm 10, 14'ü 7'ye bölərəm 2. 12. 90'ı məsələn yaza bilərəm 60 üzərinə gəlinsin 30 kimi bölərəm 5'e. 60'ı bölürəm 5'e. Üzərinə gəlsin 30 bölünsün 5. 60'ı 5'e böləndə 12 edir. 30'u da 5'e böləndə 6 edir. 12 üstü 6 18. 168'i də yenə iki ədədin cəmi şəklində göstərirəm. 160 üzərinə gəlinsin 8 bölünsün 8. 160'ı bölürəm 8'e üzerine gəlinsin 8 bölünsün 8. 160'ı 8'e böləndə 20 dəfə düşür. 8'də 8'e bölürəm 1 dəfə. 20 üstə gəlinsin 1, 21. Cəmi şəklində yazılır. İndi isə fərqi şəklində yazıram. 321'i 300 çıxılsın 21 kimi yazıram, bölünsün 3. 300'ü 3'e bölürəm. Çıxılsın 21 bölünsün 3. 300'ü 3'e bölürəm 100 dəfə düşür. 21'i 3'e bölürəm 7 dəfə. 100'dən də 7 çıxıram 93. 392'ni iki ədədin cəmi şəklində, fərqi şəklində yazaq. Məsələn yazıram 360 yazaq. 360
60 çıxılsın 32 bölünsün 8. 360'ı bölürəm 8'ə çıxılsın 32 bölünsün 8 bərabərdir. 360'ı 8'ə bölürəm 45 dəfə düşür. 32'ni də 8'ə bölürəm 4 dəfə. 5 çıxılsın 4 cavab 41. Asan üsul seçməklə hesabla. 48'i vurub 6'ya. Gəlin 48'i 2 ədədin cəmi kimi göstərək. 40 üstə gəlinsin 8 kimi. Vurulsun 6. 40'ı vururam 6'ya. 240 edir. Üzərinə gəlinsin 8 vurulsun 6. 48 edir. 240-48 o da edir 288. 212'ni 2 ədədin cəmi kimi göstərək. 200 üzərinə gəlinsin 12 bölünsün 2. 200'ü 2'ye bölürəm 100 dəfə düşür. 12'ni 2'ye bölürəm 6 dəfə. 100 üstünə gəlinsin 6, 106. 189'u 180 üzerine gəlinsin 9 bölünsün 3 kimi yazıram. 180'i 3'e bölürəm. Açıq şəkildə yazar bu dəfə. Üstünə gəlinsin 9 bölünsün 3. 183'e böləndə 60 dəfə düşür. 9'u da 3'e bölürəm 3 dəfə. Cavab 63. 357'ni də yazaq. 350 ve 7 kimi bölünsün 7. 350 bölünsün 7 üstüne gəlinsin 7 bölünsün 7. 350'ni 7'ye böləndə 50 düşür. 7'ni de 7'ye böləndə 1 cavab 51. 406'nı da 400 üstə gəlsin 6 kimi yazıram. Vurulsun 2. 400'ü 2'ye vururam 800. 6'nı da 2'ye vururam 12. Cavab 812'dir. Tapşırıq 7'ye keçirik. 200 ədədindən 20 vahid kiçik ədəddən 3 dəfə böyük ədəd. 200 ədədindən 20 vahid kiçik ədəd 180'dir. 180'dən 3 dəfə böyük ədəd dediyinə görə 180'i vururuq 3'ə. 3'ü 0'a vururuq 0. 3 8'ni 24 4 yazırıq 2 hatta. 3 1'in 3 o da 2 5. B'ye keçirik. 400 ədədindən 8 vahid böyük ədəddən 4 dəfə kiçik ədəd. 400 ədədindən 8 vahid böyük ədəd deyirsə 400'ün üzərinə 8'e gəlir. Edir 408. Ondan 4 dəfə kiçik ədəd dediyinə görə 408'i 4'ə bölürük. 408'i də 4'ə böləndə 4'ü 4'ə bölürəm bir dəfə. 1 4'ün 4. 0 qalır. Bu 0 gətirib qoyuram bura. 8'i yazıram burada. 8'i də 4'ə bölürəm 2. Cavab 102'dir. Keçirik tapşırığına. Rəqəmlərin müxtəlif olan ən böyük 3 rəqəmli ədəddən 7 dəfə kiçik ədəd. Rəqəmlərin müxtəlif olan ən böyük 3 rəqəmli ədədimiz bilirik ki 987'dir. Rəqəmləri müxtəlif dediyinə görə 987'ni götürürük. 3 rəqəmli ədəddən 7 dəfə kiçik ədəd deyirsə onu bölürük 7'yə. 9'u 7'ye bölərsək 1 dəfə düşür. 2 qalır. 28'i 7'ye bölürəm 4. 7'ni də 7'ye bölürəm 1. Cavab 141. Ən böyük 2 rəqəmli cüt ədəddən 5 dəfə böyük ədəd. Ən böyük 2 rəqəmli ədədimiz bilirik ki 99'dur. Ancaq cüt dediyinə görə 99 deyil 98'i götürürük. 98 vurulsun 5. 5'i 8'e vururam 40 edir. 0 yazıram 4'e hatta. 5 9'un 45 o da 4 49. Cavab 490 edir. Keçirik tapşırıq 8'e. Cədvəli tamamla. Vuruq hasil. 34'ü 5'e vurup yazıram burada. 5 4'ün 20 0 yazıram 2 hatta. 3 5'in 15 o da 2 17. İndi isə burada 186'nı 6'ya böləcəm. 18'i 6'ya bölürəm
3 dəfə düşür. 6-nı da 6-ya bölürəm 1 dəfə. 120-ni 0-a vururam, 0 edir. 318-i indi isə 3-ə bölüb burada yazacağam. 3-ü 3-ə bölürəm 1 dəfə. 1-i bölmək olmur, ona görə bir 0 atıram bura. İkisini birlikdə götürürəm. 18-i də 3-ə bölürəm, 6 dəfə düşür. Bölünən, bölən qismət. 160-ı 5-ə bölüb yazıram aşağıda. 16-nı 5-ə bölürəm, 3 dəfə düşür. 1 qalır. 10-u da bölürəm 5-ə, 2 dəfə. 202-ni 2-yə bölüb burada yazıram. 2-ni 2-yə bölürəm 1 dəfə. 0-ı yazıram yanında. 2-ni 2-yə 1 dəfə. 624-ü bölürəm 6-ya. 6-nı 6-ya bölürəm 1 dəfə. 2-ni 6-ya bölmək olmur. Ona görə ikisini eyni anda götürdüyümə görə bura bir 0 atıram. 24-ü də 6-ya bölürəm 4 dəfə. 459-u bölürəm 9-a. 45-i 9-a bölürəm 5 dəfə. 9-u 9-a bölürəm 1 dəfə. Keçirik tapşırıq 9-a. Hasili təxmin et. Hasili təxmin et deyirsə, biz təxmini yuvarlaqlaşdırıb vuracağıq. 28-i yuvarlaqlaşdırıb vuracağıq. 4-ü 30-a vuracağım. 4 vurulsun 30. Cavab 120. Burada isə 60, 58-ə 60 götürürəm. 60 vurulsun 7. 420. 6-nı vuracağım 50-yə. 47-ni elə bilin ki, 47-ni yaxın onluğa yuvarlaqlaşdırıram. 60-ı vuracağım 50-yə. Cavab 300. Burada da 248-i 250 yazıram. 250 vurulsun 3. Cavab edir 25-i 3-ə vuranda 75. Yanına da bir 0 yazıram. 750. Burada da 2-ni vuraram. 387-ni məsələn 400 yazaram. Cavab 800. 292-ni də 300 yazıram. 300 vurulsun 2. Cavab edir 600. Qisməti təxmin et. Yenə burada da yuvarlaqlaşdırıb böləcəm. 93-ü 90 yazaram. 90 bölünsün 9. Cavab 10. Sonra 542 bölünsün 6. Burada da 542-ni 540 yazaram. 540-ı bölərəm 6-ya. 54-ü 6-ya bölürəm 9 dəfə. 0-ı da yazıram yanında. 97-ni bölürəm 5-ə. 97-ni 100 yazıram. 100 bölünsün 5. Cavab 20. 345-i də 350 yazaram. 350-ni 7-yə bölürəm. 35-i 7-yə bölürəm 5 dəfə. 0-ı yazıram yanında. 212-ni 3-ə bölürəm. 212-ni də 210 yazıram. 210-u bölürəm 3-ə. 21-i 3-ə bölürəm 7 dəfə. Yanına bir 0 yazıram. 896 bölünsün 9. 896-nı da 900 yazaram. Bölünsün 9. Cavab 100. Cavabı təxmin et. Yenə burada da həmin qayda ilə yuvarlaqlaşdırıb böləcəyəm. 57-ni böləcəm 6-ya. 57-ni 60 yazaram. 60 bölünsün 6. Cavab 10. Burada da 62-ni yine 60 yazaram. 60 vurulsun 6. Cavab 360. 52-ni də 50 yazıram. 50 vurulsun 5. Cavab 250. Burada da 423'ü 420 yazaram. 420 bölünsün 7. 42'ni 7'ye bölürəm 6. 0'ı da yazaram yanında. 802'ni də 800 yazaram. 800 bölünsün 8. Cavab 100. 123'ü də 120 yazıram. 120 vurulsun 4. 12'ni 4'e vuraram. 48 edir. Yanına da bir 0 yazıram. Hesabla və müqayisə et. Burada əvvəlcə 2-ni vururam 9'a 18. 18'i də vuraram 5'ə. 5 8'in 40 0 yazıram 4'e hatta 5 1'in 5 o da 4 9. Burada 90 yazıram. İndi isə bunu hesablayıram. 45 üstə
15 gəlirəm. Cavab 60 edir. 60'ı da 2'yə vururam. 120 edir. Siz burada aşağıda açıqlamalı şəkildə də yaza bilərsiniz. Burada 0 olduğu üçün hesablamaya ehtiyac yoxdur. Cavab 0 edəcək. 36'nın üzərinə 28'i gəlirəm. 8 üstə 6, 14, 4 yazıram. 1 yadda, üstə 2, 5, o da 1, 6, 64. 64'ü də 4'ə bölərəm. 6'nı 4'ə bölürəm 1 dəfə. 1, 4'ün 4. 6'dan 4'ü çıxıram 2 dəfə. 4'ü yazıram yanında. 24'ü 4'ə bölürəm 6 dəfə. 16, 16'dan da 16'nı çıxıram 0. 41'i vururam 5'ə. 5 birim 5, 4 5'in 20, 205. Burada ise 600'den 30'u çıxıram. 570, 570'i bölürəm 3'ə. 5'i 3'ə bölürəm 1 dəfə. 1, 3'ün 3. 5'dən 3 çıxıram 2, 7'ni yazıram yanında. 27'ni 3'ə bölürəm 9. 9 üçün 27. Bu sıfırı da yazıram burada. 190. 15'i də sıfıra vururam. 0 edir. Ona görə də burada 190 edir cavab.